Özümüzü təhlil eləməyə başlasaq, özünü tanıyan Rəbbini tanıyıb, özümüzü təhlil eləməyə başlasaq, nədən başlayaq? Başlayaq baxışlarımızdan. Maraqlı da bir işdir. Adam baxışlarını qoy ortaya. Mənim filan adama, filan kəsə sonsuz olaraq, yəni ömrün sonuna qədər, yəni insan bundan məşğul ola bilər. Mənim baxışlarım necədir? Özü ilə maraqlansın. Biz başqaları ilə maraqlanırıq, bəlkə də özümüz çox maraqlıyıq, özümüzə maraqla yanaşmırıq. Maraqlıdır, mən indiyəcən heç fikir verməmişəm, mənim niyə filan kəsdən acığım gəlir? Elə oturanda, duranda deyirəm, ondan xoşum gəlmir. Bir dəfə deyim, niyə xoşum gəlmir? Bəlkə bu xoşa gəlinəsə adamdır. Və yaxud da bu qədər də nifrətə layiq adam deyil. Bəlkə ondan şəxsi bir kim var ürəyimdə, ona görə mən onun pis əməli məni daha çox qızıqlandırır. Eyni pis əməli biri mənim yanımda oturub eləyir, heç ondan mən qızıqlanmıram, ondan narahat olmuram. Görsən, nə qədər mövzu çıxır ortaya, bunu təhlil eləməyə başlasaq. Məsələn, mənim ömrə münasibətim niyə səhv olub indi? Birdən fikir verə bilərik. Nəsə, mənim ömrə münasibətim səhvdir. Elə bilirəm ki, mən lap çox qalacam dünyada. Biz çoxumuz elə bilirik ki, dünyada çox qalacaq. Lap çox qalacaq. Və biləndən sonra ki, çox qalacaq, belə düşünsək, ona da uyğun başlayırıq davranmağa. Ona görə də həris oluruq dünyaya. Əvvəl baxış yaranır, sonra davranış ondan qaynaqlanır. Dünyada çox qalacamsa, lazım olduğundan çox enerji sərf edirəm və halala harama baxmıram, onu əldə eləmək üçün. Niyə məsələn mənim Qurana baxışım gözəl deyil? Qurana olduğu kimi baxsaydım, Quran oxumaq mənim üçün ən böyük keyflərdən biri olardı. Biri var ya, musiqini dinləyir. Deyim, mənim sevdiyim mahnıdır, qoy onu. Yorulmadan, hələ o qədər sevir ki, elə bilir ki, hamı sevməlidir. Səsim də gür verir, maşınla keçir. O qonşuda dükanların yolda, dükanların da şüşəsi titriyir. Bu özü sevir, istəyir ki, hamıya sevdirsin onu. Elə bilir ki, hamı sevməyə borcludur. Niyə Quran sənin üçün, məsələn, ən gözəl musiqi deyil? Quran sənin ruhunun avazı deyil. Mən Quran oxuyuram, amma Qurana baxışım nədən ibarətdir? Axı, bilirsiniz, insan ruhunun, mən sizə Quranın musiqi kimi təqdim edib, Quranı təhqir eləmirəm. Quran ruhun ən münasib avazıdır. Qarinin səsini demirəm, Quranın özünü deyirəm. Quran ahəngdir özü, avazdır, musiqidir. Musiqi bizim anladığımız mənada yox. Quran ruhun keyf eləməsi üçün bir avazdır, bir ahəngdir. Niyə belə deyil mənim üçün? Çünki biz bildiklərimizə təsir qoyuruq. Biz bildiklərimizə, məlumatlarımıza təsir qoyuruq. Məlumatlarımız gəlib bizim ruhumuza gedib çıxana qədər 100 dənə yerdə təhrif olunur. Biraz o his qatılır, biraz bu his qatılır. Görsən, şəffaf bir şey gəlir, bulaşır, çirkin. Bizə çatana qədər çirkəva bulaşır içimizdə və əyilir. Telefonlarda funksiyalar var, gənclər yaxşı bilir. Evdə də mən uşaqlar görürəm, eləyirlər. Məsələn, bir şəkili çəkir. Funksiyalar var ki, şəkili başlayır əyməyə. Məsələn, başını böyüdür, gözünü verir, rəngini dəyişir, ağ-qara eləyir, biraz işıq verir. Var da bu funksiyalar. Şəkili üzərində əməliyyatlar aparır. Nurunu çoxaldır, rəngini azaldır, ya daha rəngarəng eləyir. Beynimizdə də belə bir funksiya var bizim. Biz nəyəsə baxırıq, ruha ötürülür, orada başlayırıq rəngini dəyişməyə içimizdə. Rəngini dəyişirik, böyüdürük nəyəsə kiçildirik. O şəkillər olduğu kimi qalmır. Bizim zövqlərimizə uyğun, istəklərimizə, meyllərimizə uyğun biz o şəkilləri dəyişirik. Axırda bir gözəl bir şəkil gəlir, bəcər olur, karikatur eləyirlər. İndi dostlar bir-birinin zarafat üçün şəklini götürür, əyri şəkilə salır, ona göndərir məsələn. Belə zarafatlar da yaxşıdır adamın. Üzünü əyəsən, sonra göndərəsən ki, bax, sən nə günə qoydun. Bizim əslində həyatda baxışlarımız da belədir. Qəşəng bir insandır, mənəviyyatdır. O bizim ruhumuza gəlincə, bizim o ruhumuzda da o funksiyalar var. Onu eybəcəlləşdiririk və xarab edirik onu. Və yaxud da əksinə, çox çirkin, ruhumuzda gözəl görünür. Bu funksiya bizim ruhumuzda var. Böyüdürük, kiçildirik nəyəsə.
Və biz insanların əsas işlərimizdən biri əl-mu'minu yentəziru bi nurillah. Baxışlarımızı Allah baxışına uyğunlaşdıraq. Ən dəqiq baxış Allahın baxışıdır, Yaradanın baxışıdır. Ona məxsusdur. Mömin o adamdır ki, bilirsiniz, hadislər də var ya, mən bugün istəyirəm biraz qısa danışım deyə vaxtınızı almayayım. Ramazan ayından sonra da adətən yorulur hamı, ona görə uzatmaq istəmirəm. Görürsən ki, hədislərdə var ki, müminin bəsirəti o qədərdir ki, məsələn, çox tərifləyirlər, baxır, deyir, yox, nəsə mənim xoşum gəlmir. Bu adamdan xoşum gəlmir. Nəsə filan şey çox şişirdirlər, deyir, yox, mənim rəhmə yatmır. Hədislərdə var ki, müminin bu bəsirətinə etimad edin. Etimad edin. Öz üzərində çalışan adam baxan kimi bilir. Baxan kimi bilir, diaqnozunu düz qoyur. Aldanmır. Yanlışlığa yol vermir. Baxışımıza diqqətli olmalıyıq, yoxsa baxışlarımız bizi bədbəxt eləyəcək. Ehtiyatlı olaq ki, özümüz dəyişək baxışlarımız ki, zaman dəyişməsin. Zaman dəyişəndə amansızcasına dəyişir baxışları. Zaman belə də qəddarcasına dəyişir baxışları. Zamanın ixtiyarına buraxsaq.